Allah bu əzadarlığı hər birinizdən qəbul eləsin. Allah hər birimizi dünya və axirət İmam Hüseyin əleyhissalamın qapısından uzaq salmasın inşallah. Çox böyük, əzəmətli məclisdir. İmam Hüseyin əleyhissalamın adına olan məclislərdir. Allah bizə neçə gündür ardıcıl, böyük lütfünü bizdən də əsirgəmir. Bizə lütf eləyir. Və bu günlərimizdə bizi Allah yanında hörmətli eləyən, bizi Allah yanında dəyərli eləyən öz iştiraklarıyla şəhid valideynləri iştirak edirlər bizlə. Allah evladlarının ruhunu şad eləsin. Allah onların evladlarını Peyğəmbər əhl-i beytindən uzaq salmasın və bizi də həmişə onların qədirlərini bilənlərdən qərar versin. Sevgidən danışırdıq ki, sevgiyə nəfəs vermək lazımdır. Əməl sevginin nəfəsidir. Əməlsiz sevgi nəfəs ala bilmir. Əgər nəfəs ala bilmirsə, o sevgi insana ən həssas məqamlarda kifayət etməyəcək. O səbəbdən mütləq biz sevgimizə nəfəs verməliyik. Sevgi əməl istəyir. İnsanların günah edib etməmələri də mühüm deyil əhl-i beyt üçün və yaxud da Allah üçün. Bir tövsiyələr budur ki, günahı sevməyəsən. Biraz fərq qoymaqla günahı tez bir zamanda yandırmaq olur. Yəni özündə o qədər hal saxlayasan, o qədər güc saxlaya biləsən ki, İmam Hüseyin qapısından uzaq düşməyəsən. O qədər insan ruhunu məhv etməsin ki, İmam Hüseynin əzadarlığı, İmam Hüseynin əzası ona yorğunluq gətirsin. Yəni istəməsin. Bir insanın ruhunun zəhərlənib zəhərlənməməyini bilmək istəsək əgər, ən yaxşı üslubu onun İmam Hüseyin əleyhissalamı sevib sevməməsidir. Böyük alimlərdən özüm dinləmişəm, bir arif var idi, dünyasını dəyişdi. O, Allah onu İmam Hüseyinə qovuştursun. O arif deyirdi ki, buyururdu ki, hər kəs bilmək istəyirsə, Allahın gözündən düşüb, ya hələ Allahın gözündədir, ürəyinə baxsın, görsün qəlbindən Fatimənin məhəbbəti düşüb, ya hələ qəlbindədir. Meyarı bununla təyin edirdi. Eyni zamanda İmam Hüseyin əleyhissalamın sevgisi də həmən eyni nurdur. Deyirlər bizə günahı sevmə, sevərək eləmə. Mənim yadımdadır, mərhum ustad deyərdi ki, günah üçün plan cızmayın. Oturub düşünməyin ki, necə edim günah eləyim. Plan cızma. Ola bilər insan günah eləsin, səhv eləsin, xəta eləsin. Dəyərlərə bağlanmasın, dəyərlərə bağlanmasa, şiddətli bağlılığı olmasa, insan yaşadığı müddətdə xəta və səhv eləyəcək. Bir tövsiyə eləyirlər bizə ki, günahı sevməyin, günaha məhəbbət göstərməyin. Günahın sevilməyə ləyaqəti yoxdur. Məhəbbət göstərilməsinə ləyaqəti yoxdur. Ən böyük günah o günahdır ki, o günahı eləyəndə Allahdan narazı qalıb o günah eləyirsən. Ən böyük günah odur. Onsuz da günah eləyən Allahla razılığı pozulur da. Yox, insan günah eləyəndə Allah insandan razı qalmır. Diqqət eləyin, insan günah eləyəndə təbiidir. Həmin halda Allah insandan razı qala bilməz. Amma
şiddətlisi budur ki, ən ciddi cinayət budur ki, sən günah etmək üçün sən Allahdan narazı olursan. Bir dəfə insan günah eləyir, Allahdan razı olur, özündən narazı olur, səhv mənəm. Bir dəfə də insan günah eləyir, özündən razı olur, Allahdan narazı olur ki, sən bunu qadağan elədin, indi mən vicdan əzabı çəkirəm. Allahdan narazı qalmayasan. Yəni, günah eləsən də belə, günahdan sonra deyəsən və yaxud da günah halında deyəsən ki, ilahi, haqq sənsən, mən nahaqam bu dəqiqə. Nahaq olmağı və haqq olmamağı təsdiqləyəsən. Yəni, günah o sevgini səndən almasın. Birdən insanın özü-özünə gücü çatmasa, insan özü-özü ilə bacarmasa, onda ki, hiss eləsə Allah sevgisini almaq istəyir ondan günah. İblis onu Allahla birbaşa mübarizəyə qaldırır, onda orada mütləq saxlasın ayağın. Mütləq ayaq saxlasın, desin, yox, mən bu günah eləyərəm. Amma Allahla mübarizə məsələsən yox, mən oraya girmərəm. Allahımı ala bilməzsən məndən. Vaxtımı alarsan, zamanımı alarsan, neymətləri boş yerdə xəclətdirə bilərsən mən, amma Allahı yox. Onu vermərəm sənə. Çünki mən bilirəm, sənin bu günahla əslində məqsədin məndən Allahı almaqdır, İmam Hüseyni almaqdır. İnsan şeytanı tanısın, oraya qədər getməsin ondan. Oraya qədər şeytana fürsət verməsin. Günah eləyir, gəlir Həzrət Əlinin yanına, günahkardır. Həzrət Əli cəza da tətbiq eləyir. Hadisənin təfərrüatı ilə danışmıram. Mövzunu daha dərin izah etməyə çalışıram. Günah eləyir, gəlir Həzrət Əli əleyhissalamın yanına. Günahını etiraf eləyir. Həzrət Əli də cəzalandırır. Diqqət eləyin, xahiş edirəm. Həzrət Əli əleyhissalam cəzalandırır, gedir. Gəlir, çatır bir meydana, yəni insanların toplaşdığı bir yerdə. İbn Kəvva adında bir münafiq olur, o görür bunu belə. Amma bu da Əliyə sevgisindən danışırdı. Həzrət Əliyə olan sevgisindən danışırdı həmişə. O bilir ki, Həzrət Əli cəzalandırıb onu. Baxır insanların arasında uca səslə deyir ki, bu cəzanı kim verdi sənə? Bilir niyə görə uca səslə deyir. O başlayır tərif eləməyə. Deyir, məni cəzalandırdı sonuncu peyğəmbərin vəsisi. Məni cəzalandırdı Kəbə evində dünyaya gələn şəxsiyyət. Məni cəzalandırdı peyğəmbər qızının həyat yoldaşı. Məni cəzalandırdı cənnət və cənnət cavanların ağası Həsən və Hüseynin atası. Tərif eləyir. Günah eləyib, cəzasını da imamın əli ilə alıb, amma imamdan sevgisini qoparmayıb. Bizə deyirlər, günahı sevməyin ki, günahı sevərsiz, imamdan keçər sizin üçün qabağa, dəyərlərdən qabağa keçməsin günah. Səhvləriniz, xətalarınızın sevgisi dəyərləri qabaqlamasın. Diqqət edin, günah etsən də et. Öz insan, öz yaşına uyğun, yaşlı adam bəzən səbirsizlik eləyə bilər, səhv eləyər, kiminsə ürəyin sındırar. Cavan öz yaşına uyğun bir günah eləyə bilər. Bizə əsasən tapşırıblar ki, onsuz da Allah bilir ki, biz əgər məsum deyiliksə, biz səhv xəta eləyə bilərik, etməməliyik, amma edə bilərik. Bunu Allah bilir. Amma əsas bizdən gözləntisi, istəyi budur ki, günah elə, amma sevgi göstərmə günaha. Hiss ver, sevgi vermə. Günaha tərifləmə. Günaha bəyəndirmə kiməsə. Nə özün bəyən, nə kiməsə bəyəndir. O insanlar ki, səhv eləyiblər, xəta eləyiblər, bizlərdən biri, mənim kimi bir adam səhv eləyir, xəta eləyir, sonra çox narahat olur.
çox narahat olur, əziyyət çəkir, vicdanı narahat olur. Allah Quran-ı Kərimdə and içir. Deyir, and olsun özünü danlayan şəxsin vicdanına ki, qiyamət günü haqdır. Allah qiyaməti sübut eləmək üçün özünü danlayanın vicdanına and içir. Deməli, bu mühüm məsələdir. Ona görə sevgi göstərmə. Bir müddətdən sonra, insan sevgi göstərəndən sonra, bəzi adamlar var, deyirlər ki, əlhəmdülillah ki, mən haqq yolu tapdım. Deyirsən onlar ki, haqq yolu necə tapdın? Deyir, əvvəl mən də sinəmə vururdum, əzadarlıq. İndi haqq yolu tapmışam da, indi möhürlə namaz qılmıram, misal üçün. Xəbəri yoxdur ki, batıl yola indi gedib. Bilirsiniz niyə elə olub? Günahı sevib, günahı sevdiyinə görə. Ola bilməz bir insan günahı sevməsin, günah eləyə də bilər, amma günahı sevməsin, eləsin, İmam Hüseyin onun əlini bıraxsın. Mümkün deyil. Hansısa bir vicdansızlıq odur ki, günah eləyəndən sonra deyəsən ki, ilahi, səhv sən idin, bu düz işdir. Bu vicdansızlıqdır. Əhl-i Beyt vicdansızlığı qəbul etmirlər. Səhvi xətanı qəbul edirlər. Allah səhvi xətanı qəbul edir insan üçün. Amma vicdansızlığı qəbul eləmir. Bu mühüm məsələdir. Olduqca mühüm məsələdir. Günahı sevməyəsən. Xoş bizim halımıza ki, İmam Hüseyin var bizim qarşımızda. Xoş bizim halımıza. Allahla münasibət qurmağımız çətindir. Allahla münasibət qurmağımız çətindir. İmam Hüseyin əleyhissalam gəlir, o uzaq yolu bizim üçün yaxınlaşdırır. O çətinliyi asanlaşdırır bizim üçün. Allahın ərşinin rəhmətini gətirib gəlib yer üzünə. Yaxınlaşdırıb ki, biz İmam Hüseyin əleyhissalamın vasitəsilə Allahı daha doğru, daha düzgün anlaya bilək. Fikir verirsiniz, hədislərdə bizə deyirlər ki, çox günahkarlarla həmişə normal, yaxşı onları razı edəcək münasibət qurmayın. Demir, onları atın. Deyir, yox, onlara kömək edin, amma elə münasibət qurmayın ki, elə bilsinlər ki, bu yaxşı işdə edirik. Yəni, onları günahlarından razı salmağa səbəb olacaq işlər görməyin. İmam Hüseyin əleyhissalamın sahabələrinin Bəni Haşimdən əlavə olan sahabələrin həyat tərzinə baxsaq, səhvləri, xətaları da olub. Amma onlar heç vaxt günahı İmam Hüseyindən qabağa salmayıblar. Heç vaxt günahı İmam Hüseyindən qabağa salmayıblar. Ona görə də xilas ola bildilər. Allah bizimlə davrananda dünənki halımızla davranmır, indiki halımızla davranır. Bax, bu dəqiqə hər biriniz qəlbinizdə İmam Hüseyin sevgisi gətirib gəlmişsiniz. Sizi daha doğrusu məclisə İmam Hüseyin sevgisi çəkib. Siz bu dəqiqə günahkar deyilsiniz. Siz bu dəqiqə İmam Hüseyini sevənlərsiniz. Dünənlə davranmırlar. Bu dəqiqəki halla davranırlar. Hədisdə var, vallahi hədis oxumuşam özüm. Ya İmam Sadiqdəndir hədis, ya Peyğəmbərdən, yadımdan çıxdı. Bu bir neçə gündə oxumuşam. Hədis buyurur ki, hədisin əzəmətinə baxın. İmam Sadiqdən idi, səhv eləmirəmsə. Hədis buyurur ki, kimin ürəyində Hüseyin sevgisi olarsa, Hüseynin sevgisi qəlbindən çıxmazsa, nə vaxt ölsə, şəhid məqamı ilə ölər. İmam Hüseynin sevgisi belə bir sevgidir. Axı, mən həm də günahkaram. Yox, Hüseynin sevgisinin xüsusi bir xarakteri var. Kimin ürəyində oldusa, an-ba-an günahla mübarizə edir. Ona görə deyirlər, Hüseynin sevgisindən uzaq düşməyin. An-ba-an. Baxın, məclisdə, hər hansı bir əzadarlıqda İmam Hüseyndən danışanda, axı, biz indi sevgi yükləmirik ürəyimizə. Qəlbimizdə sevgi var. Ürəyimin arzuladığı bir adam var, onun adı Hüseyndir. Onun adını çəkəndə mənim ürəyim öz arzusuna çatır. Günahlar mane olurdu ora çatmağa, günahlar imkan vermirdi. İndi mən biraz güc, qüvvət özümdə hazırladım, qaçdım günahın əlindən, gəldim İmam Hüseynin yanına, onu axtarıram.
Fikir verin, axtarırıq hər birimiz ki, elə bir məclis olsun ki, Hüseyni mənə sevdirsinlər o məclisdə. Mənim ürəyimi ələ alsın o məclis. O məclisi axtarırıq hamımız. İndi o Hüseynin adı gələndə ürəyimiz titriyir. Bax, bu halda sizcə günahın təsiri böyükdür, yoxsa Hüseynin məhəbbətinin təsiri? Hüseynin sevgisinin təsiri böyükdür. Günahın təsirinin gücü Hüseynin sevgisinin gücünə cavab verə bilmir. Şeytan buradan qıcıqlıdır. İblis niyə görə Adəmə səcdə etmədi? Niyə görə vilayətdən qaçırmaq istəyir iblis insanları? Çünki iblisin etdirdiyi, İblisin yaşatdığı bütün günahları bir araya yığsan, əlinin vilayətinin məhəbbətini yığsan, bu günahların mənfisinin gücü onların müsbətinin gücünə çatmır. Ona görə vilayətdən döndərmək istəyir. Fikir verirsiniz, dünyada da baxsaz, əsas proses nədir? Bütün dünyada gedən əsas proses nədir? Hüseynin məhəbbətindən döndərmək lazımdır bəşəriyyət. Çünki nə eləyirlərsə, Hüseynin məhəbbətinin gücünə cavab verə bilmirlər. Gör neçə əsrdir. Biz bu ərbəyin yolunda insanlar öldürdük, alimlər öldürdük, biz bu yolu bağladıq, xəlvət yolla gedənləri də tapdıq, öldürdük. Nə oldu, necə baş verdi? 25 milyon, 30 milyon zəvvar var yenə. Başa düşmürlər. Ən böyük silah Hüseynin məhəbbətidir. Ən böyük silah. Heç kim hələ o silahla bacara bilməyib. Heç bir texnologiya bu silahın qarşısında bundan güclü bir silah düzəldə bilməyəcək. Bu silahın yaradıcısı birbaşa Allah özüdür. Heç kəs bundan bacarmır. Nə edirsən bundan bacarmaq olmur. İxtilaf salırsan, Hüseynin əzası gəlir, bütün ixtilaflar çökür. Fitnə yaradırsan, bu məhəbbət gəlir, bütün fitnələri yatırdır. Müsəlmanlar arasında qarşı durma yaratmaq istəyirsən, bir dənə oradan ya Hüseyin, bircə buradan ya Hüseyin bunları birləşdirir bir-birinə. Neyini bundan mübarizə eləyək? Diz çökün Hüseynin qapısına gəlin, başqa yolunuz yoxdur. Yeganə yol budur. Ya tabi olmalısınız, ya yoxa çıxacaqsınız. Bundan başqa cür yol yoxdur. Tabi olanlar Aşura günündə bugün dünyanın 72 nəfər ən izzətli şəxsiyyətləridir. 25 milyon həm də onların qapısına gedir hər il ərbəyində. Tabi olmayanlar, üzr istəyirəm ifadəmə görə hər birinizdən, ayağını yerə vuranlar Küfənin artıq əşyalarının olduğu yerindədir. Heç kimdə xəbəri yoxdur bunlardan. Bunlardan heç kim qalmayıb. Yeganə məhəbbətdir bu məhəbbət. Bu məhəbbət təkcə günah bağışlatdırmaq üçün deyil. Bu məhəbbət həm də Allah düşmənini yerinə oturtdurmaq üçündür. Başqa bir tərəfi yoxdur. Bu məhəbbət ucaldacaq gücə sahibdir. Allaha qədər aparır. Allaha qədər aparır. Düz Allahın qapısında İmam Hüseynin işi budur. Aparım. Əlinizi verin əlimə, aparım sizi Allahın qapısına. Verim əlinizi Allahın əlinə bitirdim. Mənim işim budur. Elə bir sevgidir, elə bir məhəbbətdir. 1400 il keçib, hələ də ağlayırlar. Siz ağlamamsınız, nə gündəsiz? Əxlaqi normativlər gedib, milli dəyərlərə hörmətiniz olmayan insanlarsınız. Mənəvi dəyərlərə hörmətiniz yoxdur. Və biz ağlayırıqsa, biz bu xalqın evladıyıq. Bizim bu xalqın evladı olmağımızın sübutu var. Xanım Həkimənin məzarı Bibi Heybət göstərir ki, bizim sənədimiz var. Və siz kimsiniz? Siz yadsınız, siz yad mədəniyyətləri İmam Hüseyin gətirib gəlib İmam Hüseyin məclislərini vurmaq istəyir. Bu mümkün olmayacaq. Mümkün olmayacaq. Hüseynin məhəbbəti elə bir silahdır ki, bir nəfər qalsa dünyada inkişaf edir, 1000 nəfəri məhv edir. Boğur. Ömər Səd xəbər göndərdi İbn Ziyad üçün. Allah ikisinə də lənət eləsin. Ömər Səd xəbər göndərdi İbn Ziyad üçün. Dedi İbn Ziyad, anlayıb, amma nəfsinə tabi oldu. Dedi İbn Ziyad, gəl Hüseyni öldürməyək.
Hüseynin qanı elə belə qanlardan deyil ki, sakit yansın. Mən tanıyıram bu evi, mən bu ailəni tanıyıram. Onun qanı torpaq altında qaynayacaq, bizi yoxa çıxaracaq. İbn Ziyad yazdı ki, öləndən sonra nə edəcək? Hanı İbn Ziyad? Hanı Ömər Səd? Dedi, rey mülkünü istəmirsənsə başqasına verin. Bununla qorxutdu onu. O da baxdı, nə dedi? O da baxdı İmam Hüseyin. Dedi, Hüseyin, bu Fərat çayını görürsən? Parıldayır, su parıldayır günəş düşür üstünə. Bu isti havada. Bundan çölün vəhşi heyvanlarına verəcəm, amma sənə sənin balalarına verməyəcəm. Bunu İmam Hüseyinə dedi. Amma Allaha and olsun ki, İmam Hüseyin baxırdı ona ki, mənə su lazım deyil, ay bədbəxt. Sənin həyatın məhvə doğru gedir, səni xilas eləmək üçün gəlmişdim mən bura. Mənə su lazım deyildi. Mən uşaqlıqda 3 gün iftarımı qapıya gələni vermişəm, mən həmin Hüseynə. Uşaq olanda mən öyrəşmişəm, oruç tutub iftar asmamağa. Mən uşaqlıqdan bunu adət eləmişəm, mənə su lazımdır. Başa düşmürsən hələ. Nə oldu? Nə rey mülkü verdilər ona? Amma bugün heç kim də bizə vacib əmr kimi tapşırmayıb. İmam Hüseyin bir xahiş eləyib. Sərin su içəndə mənə də xatırlayın. Bütün insanlar bugün, vicdanı olan insanlar, İmam Hüseyini sevən insanlar sərin suyu əllərinə götürəndə Əssəlamu aleykə ya Əbu Abdillah. O su ki Hüseynə verilməmişdi, o suyla bugün suyla Hüseyin yad olunur. İnanırsınız Allah adamı harada bağışlayır? O ki ürəyi yanır, Ramazan ayında adətən olur. Elə bilirəm ki, hər biriniz bunu yaşamışsınız. Ramazan ayında gəlirsən sərin su içməyə, axşama qədər ki, suz qalırsan, suyu görəndə Hüseyin düşür ya da ürəyin qəmlənir, gözlərin nəmlənir. Orada Allah bağışlayıb səni, and içirəm Allaha ki, orada bağışlayıb səni. Hüseynin məhəbbətinin, sevgisinin gücü çoxdur, çox. Olduqca çoxdur. Heç nəyin olmasa, bircə İmam Hüseynə yanan ürəyin olsa bəsdir. Canımız qurban olsun sənə, ya Əbu Abdillah. Dünyaya gəlir. Hələ tarixdə belə bir mövlud olmayıb. Dünyaya gəlir, Peyğəmbər alır qucağına. Baxır, ağlayır. Baxır, ağlayır. Əmir əl-Müminin soruşur ki, ya Resulullah, niyə ağlayırsan? Deyir ki, bu uşağın başına gələcək hadisələri gözümdən görürəm ki, mənim ümmətimdən olanlar bunu öldürəcəklər. Dünyaya gəlişi göz yaşı ilə başlayıb. Ənə qatilul əbərat. Mən göz yaşlarının şəhidiyəm. İmam Hüseyin ağa buyurur. Dünyaya gəlişi belədir. Fatimə, bu uşaq Allah yolunda şəhid olacaq. Dünyasını dəyişəcək. Adam istəmir, danışsın belə yerlərdə. Adam istəyir, insanlar hamı Hüseyni tapandan sonra bir anlıq insanları buraxsın. Hər kəs öz Hüseyninlə baş-başa qalsın. Hər kəs İmam Hüseyinlə baş-başa qalsın. Hər kəs desin ki, ya Əbu Abdillah, mən də gəlmişəm ha. Mən də gəlmişəm. Tamahım çəkdi sənin məclisləri və gördüm hamısını bağışlayırsan, mən də gəldim. Gördüm hamını bağışlayırsan. Ya Fatimə, bu uşağı öldürəcəklər. Ya Resulallah, sən onda olacaqsan? Xeyr. Atası Əmir əl-Müminin olacaq? Xeyr. Anası Fatimə, mən olacam onda? Xeyr. Ya Resulallah, Hüseyni əzadarlığı kim eləyər? Peyğəmbər buyurdu ki, ümmətimin kişiləri və xanımları Hüseyni ağlayacaqlar. Həzrət Zəhra rahat oldu, aram oldu. Təsəvvür edirsiniz, ona görə də Allahla bir əhd götürdü boynuna. Onda mən də Hüseyin nəzadarları gəlmədən cənnətə daxil olmayacaq. Hüseynin köynəyi Zəhra əlində.
İmam Hüseyin ağanın köynəyi məhşər günüdür, köynəyi saxlayacaq. Biz necə çəkəcək cənnətə? Bax, bu məclislərin bir ətri var, duyulası bir ətri var. Vallah ətri var, billah ətri var. Əminəm ki, duyursuz. Məhşər səhnisinə daxil olanda görəcəksən Hüseynin məclisinin ətri gəlir. Baxacaqsan, orada da Rozəxan anası Fatimə Zəhradır. Qaçacaqsan həmin tərəfə. Həmin tərəfə bu cür aparacaqlar adamı, sevgi ilə çəkəcəklər adamı. Necə oğlu Hürrün qabağında günah söhbətini açmağa qoymadı, orada da Fatimə istəyəcəksən ki, dilbi açasan, deyəsən ki, ya Fatimə, axı mən günahkaram, qoymayacaq səni danışmağa. Gəlin, indi mən Hüseyndən danışım, siz qulaq asın. Hüseynin sevgisi belə sevgidir. Hüseynin sevgisi günahları yandırır, Hüseynin sevgisi ailələri bir-birinə bağlayır, Hüseynin sevgisi körpələri düzgün tərbiyələndirir, Hüseynin sevgisi cavan yetişdirər vətən üçün. Hüseynin sevgisi belə sevgidir. Qundağdadır, İmam Hüseyin əleyhissalam yatıb, körpədir. Elə sevirəm onun uşaqlıq vaxtlarını. Əhl-i-Beyt necə dolanırdılar başlarına. Elə sevirəm o vaxtları, o anları. Oxuyuram tarixdən. Adamın ürəyi sözün əsl mənasına keyf edir. Deyirsən, kaş adam o dövrdə yaşayaydı. Peyğəmbərlə qonşu olaydı. Səhər evdən çıxanda Hüseyni görəydi. Bir baxaydı doyunca Hüseynə. İmam Hüseyin yatıb, xanım Zəhra əl dəyirmanında arpa ovur, buğda ovur. Balalar üçün un düzəldəcək, çörək bişirəcək onlar üçün. Hərdən deyirləri, xanım Zəhra İmam Hüseynin məxsus olan işləri çox vaxt özü görürdü. Xanım Zəhra bilirdi, 6 yaşına qədər görəcəm, heç olmasa qulluq eləyim ona. Fizzə qoy Hüseynə mən qulluq eləyim, qoy mən xidmət eləyim Hüseynə. Tarix yazır ki, Hüseyin yuxudan oyandı. Xanım Zəhra da yorğun idi. Əllərinin içi qavar eləmişdi ailəsinə xidmət eləməkdən. Hüseyin yuxudan oyandı. Rəvayət var vallahi imamlardan. Rəvayət var ki, Cənab-ı Cəbrail nazildir. Fatimə, Hüseyini mən yatıraram, sən işinlə məşğul ol. Hüseyinə mən baxaram. Peyğəmbərə xəbər verir, adın qoy Hüseyin. Bu uşağın adını Hüseyin qoy. Peyğəmbər mənbərdədir, xütbə eləyir. İmam Hüseyin daxil olur, qapıları vardı, məscidin içine açılırdı. İmam Hüseyin daxil olur məscidə. İmam Hüseyin Peyğəmbərin yanına qaça-qaça gələn vaxtda balaca olur, 3-4 yaşında olur. Gələndə ayağı ilişir, həsirə yıxılır, Peyğəmbər sözün kəsir, sözün saxlayır. Düşür mənbərdən, gedir, tez götürür, həyəcanlı halda. Hüseyin, canım qurban olsun sənə, əzilmədin. Peyğəmbər belə yanır İmam Hüseyin üçün. Götürür qucağında əyləşdirir, başlayır xütbə eləməyə. Peyğəmbər namaz qılır, xanım Zeynəb gəlir, dayanır yanında, baxır, ağlayır, balacadır. Yəni götür məni qucağıma. Peyğəmbər namaz qıla-qıla xanım Zeynəb götürüb qucağında saxlayır. Demişəm sizə keçən illərdə. Götürüb qucağında saxlayır. Biz necə davranıb onların ürəkləri ilə. Peyğəmbər biz necə davranıb onların ürəkləri ilə. Hüseynin sevgisi xoşbəxt edir adamı. Hüseynin sevgisindən başqa heç bir üstün əməl yoxdur. Bir-iki cümlə deyirəm. Bugün yormayacağım sizi. Bundan sonra ancaq Hüseynin sevgisindən danışmaq istəyirəm. Şəhidlərimizə baxın. Allah ruhlarını şad eləsin. Bugün bizlə 4 şəhidin vadini iştirak edir. Xüsusən 2 şəhid atası, şəhid Həsən ağanın atası, şəhid Əmirin atası burada iştirak edirlər. Necə böyüyüblər bunlar? Bunlar İmam Hüseyin məclislərinə hörmət ediblər. Şəhid Əmir 5 yaşında İmam Rızanın ziyarətində olub. Və dərdi İmam Hüseyin idi. Dərdi İmam Hüseyin idi. Hacı Şahinin çıxışlarına, mərhum Ustadın çıxışlarına dinləyib yatırdı. Oyanırdı o çıxışlarla.
Bilirlər ki, dünya 5 gündür, yaxşı vaxtda qazandılar. Çox yaxşı vaxtda qazandılar. İmam Hüseyni qazandılar. Deyirdi, mən sizə sevgini diri saxlayın, böyüdün, qoy hamıya çatsın. Hədisdə var ki, şəhid 70 nəfərə qohumlarından, yaxınlarından 70 nəfərə şəfaət eləyə bilər. Bu hədisi çox eşitmişsiniz də. Buradadır Şakir əmi, Şəhid Həsən ağanın atası. Deyir, mən Həsən ağanı tanıyıram, 70 nəfərlə kifayətlənməyəcək. Deyəcək, ilahi, imkan ver, biraz da kömək eləyim. Adamın ürəyi göy belə olsun, sonra adam şəhid olsun. Hüseynin məhəbbətidir bu xalqın damarlarına axıb. Bu xalqın qanına axıb. Bu xalq atasını itirəndə Hüseyin vay deyib. Anasını itirəndə Hüseyin vay deyib. Bu xalqın ən böyük dərdi həmişə İmam Hüseynin adı ilə kiçilib. Yoxsa o dərdin qabağında dayanmaq olmazdı. Niyə görə şəhidlərin cənazələrində dəfn vaxtı, mübarək cənazələrin dəfn vaxtında hər yer Ya Hüseyin sədalarına bürünmüşdü. İmam Hüseyin demək istəyir, bunlar mənim qurbanlarımdır. Bunlar mənə məxsusdur. Bunları mənim adımla dəfn eləyin. Şəriət buyurur, can verəndə bir nəfər ki, can verir, bir gün biz o canı verəcəyik də, hə? Həmişə Allahdan istəyim bu olub ki, ilahi, məbadə can verəndə Hüseyni çıxarasan yadımdan. Hüseyni bizim yadımızdan çıxarma. Can verəndə deyir, təlqin eləyin. Təlqin verin o can verənə. Deyin ona ki, narahat olma. Fəla təxəf və lə təhzən. Qorxma, qəmgin olma. Əli gələcək, Hüseyin gələcək. Soruşacaqlar səndən imamın kimdir? Demirlərə günahın nədir? Soruşacaqlar imamın kimdir? İmamı deyə bilsən məsələlər həll oldu. Soruşacaqlar imamın kimdir? Həsənəli Nəxudəki ağadır ki, tələbəsi yuxuda göründür, qəbrə qoydular məni. Tələbəsidir, gördüm ki, İmam Hüseynin yanındadır. Dedim, hansı əməllə getdin ora? Deyir, heç bir əməlim yox idi ora üçün. Mənbərdən nə vaxt İmam Hüseynin adını çəkilərsə ürəyim sınardı. Danışanda ürəyim sınırdı İmam Hüseyinlə danışanda. Deyir, qəbrə qoydular məni. Başladılar soruşmağa, Rəbbin kimdir dedim Allah, qiblən dedim Kəbə, kitabım dedim Qur'an, Peyğəmbərin adını çəkdim. Deyir, başladılar soruşmağa ki, imamlarımı say. Dedim, birinci imamım Əlidir. İkinci imamım İmam Həsəndir. Üçüncü imamın adını çəkəndə, İmam Hüseyin deyəndə səsim titrədi, ürəyim titrədi. Gözlərim doldu. Ən çətin vaxt, ən ehtiyaclı vaxt. Gözlərim doldu. Deyir, gördüm mələklər baxdılar bir-birinə Nəkir və Münkir. Dedilər, bunun işi Hüseyinləndir, bundan artıq icazəmiz yoxdur. Hüseyin belə imamdır. Hüseyin belə xilas eləyir. Mərd-mərdanə danışaq, günahın əlindən bizi Hüseyin alıb gətirməyib bura. İmam Hüseyin xilas eləməyib bizi. İmam Hüseynin sevgisi olmasaydı namaz da günahdır. Allah and olsun günahdır. Hüseyinsiz namaz da günahdır. Hüseyinsiz Kəbə təvafı da günahdır. Haramdır hamısı Hüseyinsiz. Təvaf-ı Kəbə, zəmzəm dəstəmazı Hüseyinsiz mütləqa batildir vallah. Zəmzəm su ilə dəstəmaz al, Kəbəni təvaf elə, Hüseynə ürəyində hörmətin olmasın batildir. Allah qəbul eləmir. Allah deyir, bir nəfər göndərdim sizin üçün ki, məhəbbətlə doludur ürəyi, sevgi ilə doludur ürəyi. Ay əzizlərim, şimrə də baxdı məhəbbət gözü ilə ki, siz niyə sən cəhənnəmə gedəsən? Ayağını qoymuşdu sinəsinin üstünə, ona da məhəbbətlə baxdı. Bir alimlərdən biri deyir, məni bir məclisə çağırdılar. O məclisdə İmam Hüseyin üçün söhbət elədim. Bəni Əsəd qəbiləsindən idi o məclisi verənlər, İmam Hüseyindən söhbət elədim. Sonra mənə pul təklif elədi. Dedim, istəmirəm, İmam Hüseyin üçün eləmişəm. Axı, mənim vəzifəmdir, niyə mənə təklif edirsiniz? Deyir, o şeyxlərdən biri, o yaş ağsaqqallardan biri dedi ki, yaxşı, onda göndəririk səni, get, mükafatlı Həbib ibn Məzahir versin. Bizim tayfanın başçısı odur. Həbib ibn Məzahir şəhid olub. Axir illərdə. Qəzvini ağa yazır bu hadisəni. Deyir, şəhid olub. Məlumdur hamımıza. Deyir, getdim Həbib ibn Məzahirin ziyarət elədim. Dedim, sənin yanıma göndərlər ki, səni ziyarət eləyim. Deyir, gecə Həbib ibn Məzahiri yuxuda gördüm. Görün, Hüseynin əzası nə boydadır?
Gecə Həbiblə Məzahiri yuxuda gördüm. Salam verdim ona. Dedim ki, Həbib, bir sözüm var sənə. Dedi, buyur. Dedim ona ki, İmam Hüseynin yanında şəhid oldun da, başını qoydun Hüseynin dizinin üstünə şəhid oldun. Da bundan böyük xoşbəxtlik yoxdur. Arzun qaldı ürəyində. Bilirsiniz nə dedi mənə Həbibin Məzahiri yuxuda? Dedi, bir böyük arzum qalıb ürəyimdə. Çata bilmirəm ona. Dedim, o nə arzudur ki, sənin ürəyində qalıb? Baxdı mənə dedi ki, biz Hüseynindən qabaq şəhid olduq. Siz Hüseynindən sonraya qalmışsınız, əzadarlıq eləyə bilirsiniz, biz o əzadarlıq eləyə bilməmişik. Arzum qalıb ürəyimdə ki, gəlim Hüseynin məclisində oturardım, sizin kimi Hüseyni ağlayıb əzadarlıq eləyərdim. Görün, nə qədər əhəmiyyəti var. Görün, nə böyük işdir bu iş. İmam Hüseyin də hər il dəvət edir də. Bax, deyirəm sizə, buradan çıxıb günah eləsək, gələn il yenə dəvət eləyəcək. Amma Hüseyin alışıb yanan sevgisini itirəcək. Özümüz görürük də nələr itiririk Hüseynin məhəbbətini itirməklə, günahla nələr itiririk.